1994-cü ilin yanvarı 1-ci Qarabağ müharibəsində Azərbaycan ordusunun əldə etdiyi ən mühüm uğurlardan biri Horadiz əməliyyatı. Döyüşlər zamanı bir sıra kənd və strateji mövqelər işğaldan azad edildi. Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı və Füzulinin 21 kəndini Azərbaycan geri aldı. Maraqlıdır, ölkənin ard-arda qarşılaşdığı itkilərdən sonra bu uğuru necə əldə etmək mümkün olmuşdu? Xalqın ümumilli liderin qayıdışından sonra deyərdim ki, birləşərək və artıq onun çıxışından sonra, payız çıxışından sonra səfərbərliklə gələn heyət demək olar ki, öz sədaqətini ulu öndəri məhz bu döyüşlərdə, Horadiz əməliyyatında bir daha özünü göstərdi və bu birinci növbədə ulu öndərə olan məhəbbət və sədaqət idi. Və düşmənə də Azərbaycan ordusu göstərdi ki, biz döyüşə bilirik, düşməni qova bilirik və 1-ci Qarabağ savaşında ən uğurlu əməliyyat kimi tarixə düşdü. Yanvar ayından başından yaralanmışam. 22 gündən sonra hərbi səviyyədə qayıtmışam. O dövrdə çox yüksək motivasiyamız var döyüşdə. Hətta əsgərlərimiz elə olurdu ki, əlini şəhid olanların ayağına vurub keçirdilər ki, Allah rəhmət eləsin. Qayıdıb baxmaq yox idi, ancaq irəli getmək idi. Horadiz əməliyyatının iştirakçıları bugün də həmin döyüşlərin ağırlığını, itkilərini və izlərini daim xatırlayır. Şəhid olan silah yoldaşlarına sədaqət borclarını da unutmurlar. Hər il gəlirik Şəhidlər Xiyabanına, yada salırıq dostlarımızı. Döyüş zamanı xatırladan belə ən maraqlı anınız varmı? Mən özüm 93-də əlimdən yaralandım, qayıtdım. Bir əlim şəxslərlə. 94-də başımdan, ayağımdan yaralandım. Axırıncı döyüşdə bu Mamedov Malis, Allah rəhmət eləsin, erməni postunu götürdü. Qəhrəman namını snaper düz başından vurdular. Onlardan da sonra mən yaralandım. Əməliyyatın 32-ci il dönümündə onların üst tutduğu məkan yenə Şəhidlər Xiyabanı oldu. Burada Horadiz əməliyyatının döyüşçüləri məktəblilərlə görüş keçirdilər. Şagirdlər 1-ci Qarabağ müharibəsində göstərilən qəhrəmanlıqları birbaşa müharibə iştirakçılarından dinlədi. Bugün Horadiz əməliyyatının 32-ci il dönümünə görə sinifimizlə birlikdə kollektiv olaraq şəhidlərimizi ziyarətə gəlmişik. Və onlar daim bizim qəlbimizdədirlər. Çünki onlar bizdən ötürü öz canlarından keçmişdilər vətən uğrunda. Müəllimimlə və sinif yoldaşlarımla gəlmişik Horadiz əməliyyatının 32-ci il yol dönümünə. Şəhidlərimiz və əsgərlərimiz, döyüşçülərimiz bizim üçün unudulmazdır. Horadiz döyüşçüləri arasından 8 nəfər Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Bu əməliyyat həm hərbi qələbə, həm də Azərbaycan xalqının mübarizə əzminin rəmzi kimi yadda qalıb. Lalə Allahverdiyeva, Zahir Zahidoğlu, Rəşidə Zülfüqarova, ASTV Xəbər.